Salam əziz dostlar, hər birinizi xoş gördük. Bugün sizə geranlarımı çəkirəm. Mənim bir dəyərli dostum mənə yazmışdı ki, öz güllərinizi çəkin. Mən də öz güllərimi çəkirəm. Siz də sevərək, bəyənərək izləyin inşallah. Xoşunuz gələn bir videolardan olsun. Mənim ceyran gözüm biraz külək bunları xarab eləsə də, amma yaxşıdırlar. Bu ikisi eyni güldəndir. Bu da qırmızımdır. Demək olar tam açıqdır. Çox qəşəng, rahat bir güldür bu. Bunu keçən il almışdım. Bundan 3-4 qap əkib artırmışdım, amma o birisləri satmışam. Bir dənə qalanım budur. Belə gözəl qırmızı, al qırmızı bir gözəllikdir. Hələ üstündə düymələr də çoxdur. Çox gözəl əlverişli güldür. Rahat bir güldür. Bu da yine eyni gülümləndir. Bu da yine açmağa artırdığımdır. Bu açmağa bu da başlayıb. Bunun bir tane de anası var. Bundan çox artırmışdım. Onların hamısını satmışam. Qalanım bu 2 dənə qavdı. 2 dənə qavda qalıbdı. Küləklərin nəticəsidir. Bax, belə tökülüb, tez tökülüb. Bu biraz üstüne çok gün vurmayanda xeyli qalan bir növdür. Biraz gün çok vuranda, külək olanda, yağış olanda tez xarab olur güllərimiz. Amma da ondan narazıçılığını bildirir. Amma neyləmək olar ki, havadır. Bizim istəməyimizlə olur. Bu gülüm də yenə gözəldir. Eyni qaydada. Əziz dostlarım, əgər istəyirsinizsə ki, gülləriniz həmişə olsun, ilin hər fəslində gülünüz olsun həyatınızda. Mən sizə sardunya, geran, yəni həmən kömənci də deyirik biz, həmən kömənci güllərinə üstünlük verin. Çünki həmən kömənci gülləri, yəni bu geranlarımız bizim daimi qapımızda düz qışa qədər. Hələ qışda da evdə isti gün düşən pəncərənin önünə qoysaq, qışda da açırlar. Yəni çox vəfalı bir bitki, daimi gül çiçək istəyiriksə, ən gözəli bu sardunyalarımızdır. Çünki bunlar daimi gözəl görür, gözəl qalır, çiçəkləyir, hər fəsil yaxşı olur. O birilər gəlib gedən qonaq kimidir. O birisi güllər, onlar bir sezonluq açır. 10 günlük, 15 günlük, amma həmən köməncilər bu balba güllərimiz bax belə daimi ömür boyu belə çiçəkli qalırlar. İçdiyiniz stəkanlarda qalan çay olur, şirin çayın dibində qalandı, çaynikin dibində qalandı. Onlardan da əlavə eləyin dibinə. Çox gözəl, sizə o da nəticələrlə geri dönsün. Bizim həyatımıza kim gəlirsə, hamısı mənim deyirlər ki, buna nə verirsən belə olur. Bizimkilər belə olmuş. Ta and içməkdən ta yorulmuşam ki, vallahi mən buna heç nə vermirəm. Elə bilirlər ki, neysə bir iksir var, neysə bir xüsusi bir qarışım var. Nədirsə mən onu verirəm, bunlar belə olur. Amma elə deyil. Bax görürsünüz, bax bu en gözəlini açan budur. Bax görürsünüz bunun torpağını. Daş kimidir. Həyatımızın, bağçamızın torpağıdır. Kət yeridir də. Dirliyimizin torpağındandır. Daş kimidir. Hələ biraz su vermişəm, biraz yumuşaqdır. Yəni bunun torfa da əkməmişəm ki, deyək ki, bu torfa əkilib belə qəşəkdir. Amma torfa almışam. Torfa almışam çünki mən bir dənə mandavilla çiçəyim var. Mənə hədiyyə gəlmişdi. Hər güllərin haqqından gəlsəm də bir dənə mandavillada uğursuzam məndə mandavilla çiçəyim. Eynimir, indi onun torpağını dəyişəcəm. Elə sizə də ondan torpağı ilə bağlı çəkərəm, elə sizə görərsiniz. Yəni bir şey eləmirəm. Bax bunları mən belə başa düşürəm ki, bunların növündən asılıdır. Bax bunun da yenə görürsünüz üstü doludur çiçəklə. Özü çiçəyi top-top belə qəşəng çiçəkləri var. Üstü doludur düymələrlə görürsünüz də. Yəni bunu qırım biraz solubdur, xarab olub. Hə, yəni belədir. Mən buna ayrı bir xüsusi heç nə eləmirəm. Yəni elə and içirəm ki, belə eləmirəm. Amma inanmırlar. Vallahi da indi mən nə deyim ki?
Verdiklərimi də arada verəndə siz video çəkirəmsə, o arada elə videoya salıram. Siz də görürsünüz. Mən buna ayrı bir xüsusi nəysə eləmirəm. Mən aldığım güllərin növü belədir. Mən bunların çox çiçəkləyən növlərini alıram. Yəni xüsusi boy uzadan növ istəmirəm. Ancaq istəyirəm ki, çiçəkləyən növlər olsun. O da satıcılarda olur. Dəfələrlə demişəm ki, zonalini növləri alıram mən. Zonalilər qəşəng çiçək açır. Yəni onların boyu olmur, ancaq çiçək açırlar. Və bu da zonalinidir. Bu üzə məndə 6 ildir var. Mən bunu Bərdədən almışdım. Bundan nə qədər artırmışam, hədiyyələr vermişəm. Bu illərdə bəlkə də. İndi də bir dənə qalanım budur. Başqası yoxdur. İndi payızda inşallah bundan artıracağım mən də. Bir də məndən bir xanım soruşmuşdu ki, bunu necə artırırsınız? Yəni artırmağı hansı aylarda olsa olar? Yəni hər ayda olar. Bax, görürsünüz, bu budaqdan neçə dənəsini qırmışam. Qırıb istəyənlərə vermişəm. Hamısı da aparıb əkiflər. Bax, görürsünüz, hamısını qırmışam. Yəni bunu hava əksən olar. Bunlar bizə müşatçılıq eləyən, narahatçılıq eləyən bir növ deyirlər. Yəni hava istəyirsiniz, əkin sərin yerə qoyun. Dibi quruduqca da suyun verin, o özü yaşıllaşacaqdır. Əkən müddətdə ola bilər ki, yarpağı solar, yarpağı saralar, lap yarpağı tamam tökülər, bir-iki yarpaq qalar. Onlar olan şeylərdir, o normal haldır. O əvvəllər əkiləndə heyl olur. Amma da yoxsa indi bunun ayrı bir valla. Nə deyim ki mən? Da indi and içməkdən də yorulmuşam. Da and işçəsi də deyiləm. Kim nəyə inanmaq istəyir, inansın. Yəni bu belədir amma. Ən xoşladığım yeri də bu düymələrimin belə olmağıdır. Açmağa nəfəsində olan vaxtları çox xoşuma gəlir. Hə, dostlar, belə. Yəni, mən zonal növləri alıram. Onlar ən çox çiçəkləyən növləridir. Arada da demişəm, düyünün kirli suyun bunlara verirəm. Rəhli çay verirəm. Stəkanlarda qalanı atmıram da, aynı. Belə verirəm güllərimə. Bir də bizim torpaqlarımızda belədir ki, həyətimizdə rüy etdiyimiz torpaqdır. O torpağa da kül də qarışdırırlar, nə bilim peyin də qarışdırırlar. Belə şeylər də yana olur içində. Mən əlavə qarışdırmıram heç nə. O özü ilə torpaqda qarışım olur. Mən də o torpaqdan gətirib əkirəm. Yoxsa mən gedib imenli peyin axtarım, kül axtarım. Bu torpağa qatım əkəndə elə şey eləmirəm. Yəni yalan deyirəm. Gəldim bu ceyran gözümə. Bu ceyran gözüm də yenə hələ ki çiçəyindədir, qəşəkdir. Hə, bu da yenə elə çiçəyindədir. Bu da qəşəkdir, görürsünüz. Evdəydi. O dəfə çəkəndə indi çölə çıxartmışam. Yenə külək əsir. Və bu da mənim ana dediyimdir. Ana da budur. Bunlardan əkmişdim. Qızlara da vermişəm bunlardan. Belə qəşək. Su verəndə daha qəşək rəngi alınır. Belə su içən vaxtları daha qəşək görükürlər. Gəldim bu ağ geranıma. Ağ geranımda demək olar çox düymədədir. Həm də çiçəkliyibdilər belə. Qəşək çiçəklərin qoyubdur. Xeyli də çiçəyi var. Belə qəşək. Bu da belə yerli olanımdır. Görürsünüz bunun düymələrini əziz dostlar. Üzə çox qəşək bir hal alıb. Çiçəkləməyinə üzə az qalıb. Belə, bunlar belə. Bu da bu gözəl. Maralisim də artıq ikinci çiçəyində açıb. Qırmızımdır. Düymələr də gəlir. Hələ 2 dənə də düyməsi yoldadır. Gəlir. Gözəlim də belə. Rəngi çox qəşəkdir bunun da. Bu da toxumdan əkdiyimdir. Toxumdan əkdiyim geranımdır. Hə, bunlar da biraz sizə göstərim. Bu da təzə aldığımdır. Belə bəzi yarpaqları töküldü.
İndi yenidən çiçək verməyə başlayır. Hələ ki qabın dəyişməmişəm. Çünki qızlar dedi ki qabın dəyişmə. Mən də dəyişməmişəm. Hələ ki öz qabındadır. İndi payıza qədər yəqin ki bunda durar. Ağ olan başqa bir zonalin növüm. Görürsünüz burada balacadan amma çiçəyi boldur. Bu da qırmızı zonalin növüm. Al qırmızı rəngdə bunu özüm əkmişəm. Hardasa bir budaq gətirmişdim balaca. Bu da yine zonalın növüm. Bu da büyümür. Belə çiçəkləməklə məşğuldur. Bu da yine qəşəng növündə. Bu başqa bir rozludur. Çox qəşəngdir bu. Bundan da xeyli artırmışdım. Qəşəng. Bu da yeni aldığım. Artıq gün üzünə çıxartmışam bunu da. Birini həftə sərində gün düşmeyen yerde sakladım. İndi bize çıkartmışam. Gün ortaya kadar gün görür. Bu da ətir şahım. Hələ ki qəşəng çiçəkləyir. Yaxşıdır hələ ki. Hələ büyüməsi də var. Özü də qəşəng çiçəkləyir. Bu da nar çiçeği rengi olan geranımdır. Belə keçək sizlə birlikdə elə mən o mandavillamın da torpağını dəyişim. Siz də bir görün mən nələrlə məşğulam. Bu ramaçkamda yerə əkdiyimdir. Görürsünüz gün keçdikcə yekəlir. Çox qəşəngləşirlər. Bura onların zoğundan əkmişdim. 2 yerdə. O da elə tutub deyəsən. O da orada zoğlayıb. Yaxşıdır. Bu da burada zoğ verir. Həm də çiçək verəcək deyəsən. Bu da askıda olan qırmızımdır. Hər videoma istəyirəm ki bu düşsün. Top açan gözəl qırmızım. Bunu alan vaxtı bir dənə də qəşəng ağ var idi. Çox üzümə belə bağışlamıram onu. Niyə mən onu almadım ki? Çox qəşəng idi, ağ idi bax bunun ağından. İndi onu da almış olsaydım o da bu boyda olardı indi məndə. Amma niyə bilmirəm mən onu almadım. Belə bu da öz gözəlliyini göstərir. Hə dostlar, bax belə mandavilla çiçəyimdir. Bu niyəsə eynimir, bilmirəm mən. Yəni bu belki də keçən ildə məndə var, amma eynimir. Bir dostuma soruşdum. Dedi ki, çiçək dostlarımızdan sizin də tanıyırsınız. Xəyallar Bağçası kanalının sahibəsindən soruşdum. Dedi ki, torpağı yaxşı deyil, onsu heylədir. Mən də torpaq aldım. Belə bir torpaq almışam. İndi bu səfər sırf buna əkəcəm. Bu görə indi nətər olur. İndi bunu əkəcəm mən buna. Belə qabı rahlamışam, hazırlamışam. Belə qabdır. İçinə biraz çıngıl tökmüşəm ki su artıq suyu onun altından axsın geçsin. Bunu torpaqdan çıxardacağım və bunu əkəcəm. İndi mən əlimlə işləyəcəm. İndi siz başqa nəyəsə belə örgənmişəm mən artıq. Belə yarıya qədər doldurum. Bu səfər sırf bu torfa əkəcəm. İnşallah ki bu səfər alındıra bilərəm. Çünki qızları görürəm ki özlərinin kanalındakılar qəşəkdir. Mən niyəsə bax bu gül məni sevmədi, bilmirəm. Olmadı nəyəsə məndə. İndi bu yumuşaq torpağa əkəcəm, görək bu torpaqda nə əməl yiyəcəkdir. Gəldim torpağın, çıxardım torpaqdan. Bizim bu kət torpağındadır. Bərk torpaqdadır demək olar. Bunu mən çıxardım. Qəşəng kökləri var. Bunu əkəcəm. Bu gözəl qava. Yenə doldurum torpağını. İnşallah ki alınar. Bunun çünki istəyirəm ki məndə də qəşəng olsun. Heç bir dənə də hələ çiçəyin görməmişəm bu gülün. Özü yaxşıdır, hələ ki ölməyib, amma çiçəyi yoxdur məndə. Çox istəyərdim çiçəkləsin qəşəng. Mən də onun çiçəyini görüm.
Hələ ki bir şey yoxdur. Görək necə olacaqdır. Bu da çox yumuşaqdır, torpaq. İndi yəqin ki yaxşı olar. İlk dəfədir bu torpağa mən gül əkirəm. Çünki həmişə bağçamızın torpağını əkirik. Amma bunu bacım dedi ki, torpağını dəyişmək lazımdır. Mən də dəyişirəm. İnşallah bunun çiçəyini görmək nəsib olar. Gələm bunu mən əkdim artıq. İndi bir dənə də can suyu verəcəm. Ondan sonra qoyaram sərin yerə. Bir 3-4 gün heç olmaya sərin yerdə olar. Görək bu necə olur. Düzəlir, düzəlmir. Elə dostlar, indi də can suyunu da verirəm və buradan da sizlə sağollaşıram. İnşallah ki yeni videolarda görüşərik. Allah'a emanet olun əziz dostlarım.